بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والحمد لله الذي هدانا للإيمان وجعلنا من المتمسكين بولاية أمير المؤمنين علي بن أبي طالب عليه السلام، والصلاة والسلام على سيدنا ونبينا أبي القاسم محمد وعلى آله الطيبين الطاهرين. اللهم صل على محمد وآل محمد وعجل فرجهم والأن أعداءهم أجمعين. أوصيكم عباد الله ونفسي بتقوى الله، فإن التقوى خير زاد ليوم المعاد. Əziz möminlər, bugün danışacağımız mövzu insanların əsrlər boyu düşündüyü ən mühüm məsələlərdən biridir. Allahın təqdiri nədir sualına cavab. İnsan taleyini özü yazır, yoxsa məcburdur? Qəza və qədər insanın əl-qolunu bağlayırmı? Yoxsa Allah insana seçim haqqı vermişdirmi? Təəssüf ki, bəzi insanlar həyatında baş verən hər uğursuzluğu qismət adı ilə izah edir. Tənbəlliyini qəza və qədər adı altında gizlədir. Halbuki Quran və Əhl-i Beyt məktəbi bunu qəbul etmir. Allah-u Teala kainatda qanunlar yaratmışdır. Kim həmin qanunlara əməl etsə, nəticəsini görəcək. Kim də onları pozsa, öz əməllərinin nəticəsini yaşayacaqdır. Və Allahın təqdiridir. Allah-u Mutal Qurani-Kərimin Rəd surəsinin 11-ci ayəsində belə buyurur ki: İnnallaha la yughayyiru ma biqawmin hatta yughayyiru ma bi anfusihim. Həqiqətən Allah bir tayfanın vəziyyətini, onlar özlərini dəyişmədikcə dəyişməz. Bu ayə göstərir ki, Allah insanları sərbəst olaraq nə xoşbəxt edir, nə də bədbəxt. Bir millətin dəyişməsi insanların dəyişməsindən başlayır. Əgər insanlar elm öyrənsələr, zəhmət çəksələr, ədalətli olsalar, bir-birlərinə kömək etsələr, Allah onların həyatını dəyişər. Yox, əgər əksinə olarsa, tənbəllik, zülm, cəhalət, ixtilaf bu hadisələr millətin süqutuna səbəb olar. Bu da Allahın dəyişmə sünnəsidir. Həmin bu ayədə çox böyük bir qanun bəyan olunur. Burada Allah buyurmur, mən istəsəm dəyişərəm. Əksinə burada buyurur ki, əvvəl siz dəyişin, sonra mən dəyişərəm. Bu ayə insan azadlığının ən böyük Quran dəlillərindəndir. İmam Əli əleyhissalam belə buyurur ki, mən qassara fil əməli ibtuliyə bil həm. Əməllərində səhnəkarlıq edən insan qəm və sıxıntıya düçar olar. Əziz möminlər, biz bugün öyrəndik ki, Allahın təqdiri insanları məcbur etmək deyil. Allah qanun qoymuşdur. Kim çalışsa nəticəsini görəcək. Kim tənbəllik etsə, onun da nəticəsini yaşayacaq. Bu ilahi sünnədir. Qəza qədər insanın taleyini dəyişir. Qəza və qədər Allahın yaratdığı səbəb, nəticə qanununun adıdır. Allahumma ec'alna minel mutavakkilin aleyke vel mujtehidin fi ta'atik vel muvaffaqin li ridak. İlahi, bizi sənə təvəkkül edənlərdən, sənə itayət yolunda ciddi səy göstərənlərdən və sənin razılığına nail olmaqda mükafat olan bəndələrdən et. Allahumma arinal haqqa haqqan fattiba'ahu və arinal batila batilan fajtinabahu. İlahi, haqqı bizə haqq olaraq göstər və ona tabe olmağı bizə nəsib et. Batili də bizə batıl olaraq göstər və ondan çəkilməyi bizə nəsib et. Allahumma salli ala Muhammedin və ali Muhammed və accil faraca veliyyikəl hüccət ibnil Həsən. İlahi, Muhammedə və ali Muhammedə salavat göndər. Öz hüccətin İmam-ı Hüccət İbn Həsənin zuhurunu tezləşdir. Bizi onun köməkçilərindən, yardımcılarından və sadiq tərəfdarlarından qərar ver. وَجَعَلْنَا مِنْ أَنْصَارِهِ وَأَعْوَانِهِ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ. Öz rəhmətinlə ey rəhim edənlərin ən rəhimlisi.